hamımız bu imtahandan yaxşı çıxdıq. Azərbaycan cəmiyyəti heç başqa ölkələrdə belə şey yoxdur. 100%-ə yaxın birləşdi. Milli maraqlar naminə. Eləmi? Deməli, bundan sonra milli maraqlar məsələsində ən o həlledici seçim anında bir araya gəlib milli marağı müdafiə edən, o cümlədən hökumətlə bir yerdə müdafiə edən adamı daha necə sən satqın, xəyanətkar adlandırıb ondan savaş aparacaqsan? Məntiqə sığmadı da bu. Adamlar təsəvvür eləmədi ki, bunu eləmək olar. Başa düşürsünüz? Və nəhayət, axırıncı səbəb də deyim. Biraz əvvəl dediniz Fransa Senatının qərarını. Hamı başa düşürdü ki, bu savaşın hərbi fazasından sonra bir siyasi fazası olacaq. Azərbaycanı artıq hərbidə uduzmuş erməni diasporası, lobbisi sıxışdıracaq siyasi müstəvidə. Azərbaycandakı qeyri-demokratik idarəetmə gündəmə gələcək. Ona görə də hamı şuuraltı düşünürdü ki, hökumət də məsuliyyətini hiss eləyəcək. Düşmənə bu argumenti verməməkdən ötürü siyasi məhbusları azad eləyəcək, hüquq və azadlıqları təmin eləyəcək. Azad olunanlar oldu amma. Necə? Cəhbəsilər azad elədilər. Bir qism Qarabağ məhbusları azad olub, tam olmasa da belə deyək, ev dustaqlığına. Amma siyasi məhbus məsələsi həllini tapmayıb. Nəhayət yekun olaraq 10 noyabrdan sonra bölgədə Rusiyanın təsiri artdı. Bəli. Bunu ekspertlər deyir. Bəs o zaman sual yaranır. Avrointeqrasiya necə oldu? O da mı getdi cəhənnəmə, cora? Onu çox arzulayanlar var, açığın. Rusiya da bunu arzuluyur. Yəqin ki, elə Azərbaycan hakimiyyəti də çox təəssüf ki, bunu arzuluyur. Amma bu səhvdir. Azərbaycanın gerçək maraqları tələb eləyir ki, biz məhz həmin o avrointeqrasiyada iştirak eləyək. Və yeri gəlmişkən yaxşı hal oldu ki, bu yaxınlarda Brüsseldə görüş keçirildi və Avropa Birliyi Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla əməkdaşlığı, inteqrasiyanı dərinləşdirmək istədiyini ortaya qoydu. Açıq dedi ki, o torpaqların bərpasında da biz iştirak eləmək istəyirik. Baxın, ya biz Rusiyanın hegemonluğu altında qalıb, ildən ilə kasıblayırıq, ildən ilə repressivləşirik. İndi olan az-çox o nisbətən yumşalmış ictimai münasibətlər də sərtləşir və Azərbaycanı sonda çox pis sonluq gözləyir. Yaxud da biz həmin o avrointeqrasiyadan da istifadə eləyərək birinci mərhələdə Rusiya silahlı qüvvələrini, deyək lap sülh məramlarını çox millətli qüvvələrlə dəyişirik, onu biz tək başına eləyə bilməyəcəyik. Onun üçün biz mütləq işləməliyik həmin bax Avropa, Amerika ilə, onların köməyi ilə. Onu çox millətli, xüsusən də yaxşı bir təşəbbüs var Skandinaviyadan. Mən çox bir mənalı dəstəkləyirəm. Qoy gəlsin, o sülh məramları İsveçin, Norveçin, başqa Skandinaviya ölkələrinin deməli əskər və zabitləri əvəz eləsin, Rusiya ilə qutaraq. Sonra bizə nə verəcək avrointeqrasiya? Biz fikir verin, neçə müddətdir mübarizə aparırıq ki, əskərə pul verin, əskər ailəsinə kömək eləyin. Şəhid ailəsinə o 300 manat nədir, təhqiramizdir, normal sığorta verin, təqaüd verin. Ay pul yoxdur. İndi təkcə elə gələn ilin büdcəsində 2,2 milyard həmin regionların bərpasına pul ayrılıb. Amma o çox cüzi hissəsidir. Natiq bəy, əgər o regionların bərpasını tam biz eləyəsi olsaq, 4-5 ilə bəlkə də bir 15-20 milyard ora Azərbaycan öz rezervlərinin hamısını ora xərcləmiş olacaq. Onun xeyli hissəsi də yeyilər. Amma avrointeqrasiya xətti seçsək, həmin o regionların bərpasının əhəmiyyətli hissəsini qoyarıq Avropanın boynuna, ABŞ-ın boynuna. Həm pul qazanarıq. Oradan sərbəstləşmiş pulumuzu gətirib verərik həmin bax bu şəhidin ailəsinə, həmin bu qazinin ailəsinə, özlərinin sığortasına. Hamınız görürsünüz. Sağ olun, yeri gəlmişəm, məlumatları yayırsınız. Mən də tapşırmışam, bəzən mənim də səhifəmdə götürüb sizin səhifədən yayırlar o məlumatları. Şəhidlər hamısı kasıb ailələrdən çıxıb. Qazilər pis vəziyyətdə. Hələ bu gün o könüllü əskərlər pis vəziyyətdə. Azərbaycan dövləti onlara ovcunun içində saxlamalıdır. İndi hamıya pul tapılır onlardan başqa. Ona görə avrointeqrasiya təkcə demokratiya, insan haqları məsələsi deyil. Hərçənd ki, bu çox önəmlidir. Çox təəssüf ki, Azərbaycan cəmiyyətində haqq elədiyi dəyər görmür. Amma çox önəmlidir insanca yaşamaq, ləyaqətli yaşamaq, hüquqlara, azadlıqlara hörmət eləyərək yaşamaq. Amma bu saat avrointeqrasiya həm də maddi məsələdir, insanların sosial vəziyyətinin yaxşılaşması deməkdir. Oradan pul gələcək, investisiya gələcək, bizim cəmaatımız daha yaxşı həyat haqq eləyir. Çox sağ olun Ali bəy. Sizə sağ olun. Meydan TV-nin hörmətli izləyiciləri, bugün biz Azərbaycan Xalq Səvəzi Partiyasının sədri Əli Kərimin qonaq oldu. Mən buradan efirdən Azərbaycan Hakim Partiyasının üzvlərinə, deputatlarına müraciət edirəm. Əli Kərimin qaldırdığı məsələlərə reaksiya versinlər. Çox sağ olun.